Uşaqlar salam. Deməli, hal-hazırda biz danışırıq impulsun saxlanması qanunu və toqquşmalardan. İmpulsun saxlanması qanunu araşdırırıq toqquşmaların içərisində. Deməli, iki cür toqquşmanı bir-birindən ayırasıyıq. Birinci toqquşmamız mütləq elastiki toqquşmadır. İkincisi isə qeyri-elastiki toqquşmadır. Bunların bir-birindən fərqi nədən ibarətdir? Elastiki toqquşma zamanı toqquşduqdan sonra cisimlər ayrı-ayrılıqda hərəkət edir. Bu sözə diqqətli oluruq. Deməli, sınaqlarda o situasiya tipli testlər başlamamış bizdə rəqəmlərlə sözləri seçib yerinə qoyan testlər olur. Yəni sözlü testlər olur. Orada elastiki və qeyri-elastiki toqquşmanın tərifləri soruşulur. Biz ayrı-ayrılıqda hərəkət görən kimi bilməliyik ki, bu bizim elastiki toqquşmamıza aiddir. Bəs yaxşı qeyri-elastiki toqquşma necə olur? Qeyri-elastiki toqquşmada cisimlər toqquşduqdan sonra birlikdə hərəkət eləyirlər. Bu qeyri-elastiki toqquşma elə həm də plastiki toqquşma deməkdir. Burada hərəkət, diqqətli oluruq, birlikdə, yəni cisimlər birlikdə hərəkət edir. Hərəkət edir. Vəssalam. Bu da bu qaydada. Yaxşı. Bu sözü yadda saxlayırıq, bu iki dənə sözü. Və bundan sonra biz başlayırıq bunu, yəni elastiki toqquşmada impulsun saxlanma qanunu necə olur, plastiki toqquşmada necə olur, yavaş-yavaş araşdırmağa. İlk olaraq biz M1 kütləli cisim götürək, M2 kütləli cisim götürək. M1 kütləli cisim gedir V1 sürəti ilə, M2 kütləli cisim gedir V2 sürəti ilə, gəlib bir-biri ilə toqquşurlar. Toqquşduqdan sonra M1 kütləli cismin sürəti olur V1 ştrix, M2 kütləli cismin sürəti olur V2 ştrix. Yaxşı, biz burada impulsun saxlanması qanunu necə edirik? Mən həmişə uşaqlara deyirəm ki, burada toqquşmadan əvvəlki və sonraki hissəni gəl belə qırıq-qırıq xətlə bir-birindən ayıraq. Təbii ki, bu belə çəkilib ayrılmalı deyil, amma əslində biz məsələni tam anlamağınız üçün bunu mən ayırıram. Burada bir dənə də gəlin X oxu götürək bu formada, belə bir X oxumuz olsun. Başlayaq əvvəlcə, yəni toqquşmadan əvvəl sistemin impulsunu yazmağa, P sistem, təbii ki, X oxu üzrə baxıram. Və toqquşmadan sonraki sistemin impulsunu yazmağa X oxu üzrə. Buna bir ştrix deyim. Bunlar həmişə bərabər olmalıdır. Yəni nə deyir? Deyir ki, neçə dənə cisim olursa olsun, toqquşmadan əvvəlki impulsların cəmi ilə toqquşmadan sonraki impulsların cəmi mütləq eyni olmalıdır. Baxıram ki, birinci sürət vektoru X oxu üzrə yönəlib, bu sürət vektoru ilə bu ox eynidir. Deməli, proyeksiyası müsbətdir. İkinci də X oxu üzrə yönəlib, proyeksiya müsbətdir. Eyni ilə bu. Yəni V1 ştrix və V2 ştrixdir. Onda mən nə edə bilərəm? Yazıram. M1 V1 plus M2 V2 bərabərdir. M1 V1 ştrix üstəgəl M2 V2 ştrix. Baxın, bu ifadə qeyri-elastiki toqquşma üçün, elastiki toqquşma üçün impulsun saxlanma qanunun ifadəsidir. Yəni deyir, toqquşmadan əvvəlki impulsların cəmi toqquşmadan sonraki impulsların cəminə bərabərdir. Deməli, burada bu məsələ ilə əlaqəli elə çox test tipi yoxdur. Yəni, buraya yazıram. Az istifadə olunur. Demək olar ki, DİM-də buna aid test yoxdur. Niyə az istifadə olunur? Burada dəyişən kəmiyyət çoxdur. Yəni, V1 ştrixi də bilmirəm, V2 ştrixi də bilmirəm. Yəni, sabit məlum olmayan kəmiyyətlər çox olduğundan onun hesablanması çətin olur. Ona görə də bu tipli testlər qabağımıza çox çıxmayacaq. Gəlin, indi baxaq görək, bəs qeyri-elastiki toqquşma, yəni plastiki toqquşma zamanı nə hadisə baş verir? Məsələn, M1 kütləli bir cismim V1 sürəti ilə gəlir. M2 kütləli bir cismi isə V2 sürəti ilə gedir. Qeyri-elastiki toqquşma zamanı cisimlər birlikdə hərəkət etdiklərinə görə cisimlərin ümumi kütləsi M1 plus M2 olur. Və buna da bir V ştrix deyək. V ştrix. Gəlin, indi baxaq görək. Bayaq dediyimə uyğun olaraq bunu fərz eləyək ki, buradan belə ayırdım. Toqquşmadan əvvəlki impulsların X oxu üzrə proyeksiyaları cəmini sonraki impulsa bərabər etməliyəm. Yazıram. M1 V1 plus M2 V2
bərabərdir. Bax, bura diqqətli oluruq. Ümumi kütləni belə yazacağım. M1 plus M2 vurulsun V'. Buradan mən V' tapsam, V' bərabər olacaq. M1 V1 plus M2 V2 bölünsün M1 plus M2. Bax, bu şəkildə mən son sürəti təyin edə bilərəm. Təbii ki, bu düsturu əzbərləmirik. Yəni, bunu əzbərləməyə ehtiyac yoxdur. Əsas odur ki, mahiyyətini anlayaq ki, biz bunu hardan tapdıq. Deməli, əvvəlki impulsları cəmlədik və sonraki impulsu sondakı impulsa bərabər elədik. Gəlin, indi baxaq görək, bu qeyri-elastiki toqquşma başqa hansı formatda ola bilər? Onu araşdıraq görək necə olacaq. İndi ikinci versiyada mən M1 kütləli cismi V1 sürəti ilə hərəkət elətdirirəm. Amma M2 kütləli cismi sükunətdə saxlayıram. Yəni, bu cisim hərəkət eləmir. Toqquşurlar. Ümumi kütlə M1 plus M2 qədər olur və sistem hərəkət eləyir bu istiqamətdə. Buna bir V' deyək. Gəlin, indi yenə də impulsun saxlanma qanununu yazaq. Toqquşmadan əvvəlki impuls yazıram. M1 V1, çünki oxla eyni istiqamətdədir. Bura bir dənə x ox yönəltsək. Plus ikincinin impulsu 0'dır. 0 bərabərdir. Cəmlədik bunları M1 plus M2 vurulsun V' dedik. Gözəl. Yaxşı, indi görək biz buradan necə təyin eləyəsik son sürəti. Buradan görürəm ki, mən V' tapsam, V' bərabər olacaq. M1 V1 bölünsün M1 plus M2. Bu şəkildə mən son sürəti rahatlıqla təyin edə bilərəm. Bu oldu mənim cisimlərimdən biri sükunətdə olduqda son sürətin təyin olunması. Yaxşı, gəlin indi baxaq görək, bəs cisimlər qarşı-qarşıya gəldikdə nə olur? Məsələn, M1 kütləli cisim V1 sürəti ilə gəlir. M2 kütləli cisim V2 sürəti ilə gəlir. Qarşı-qarşıya. Bunlar toqquşduqdan sonra ümumi kütlə olur M1 plus M2. Sürət isə V' olur. Gəlin ilk öncə sürətin ədədi qiymətini tapaq. Görək sürətin ədədi qiyməti nə olacaq? Birinci üçün yazıram M1 V1 minus M2 V2 bərabərdir. M1 plus M2 vurulsun V'. Yaxşı. Buradan V' tapdıqda olur. M1 V1 çıx, M2 V2 bölünsün M1 plus M2. Bu mənim oldu son sürətim. İndi bir məsələ var. Bunlar toqquşdu toqquşmağına, amma mən nə bilim ki, hansı tərəfə gedirlər. Burada getmə istiqaməti bizə bəlli deyil deyə biz bu yuxarıdakı ifadəni modulun içinə salırıq. Yəni, hansının böyük olduğunu bilmirik deyə biz bu modulun içinə salırıq. Əgər biz fərz eləsək ki, məsələn, qəbul edirik ki, birincinin impulsu ikincinin impulsundan çoxdur. Mən bunu qəbul edirəm. Onda yekun sistem sağa doğru, yəni böyük impuls tərəfə hərəkət eləmiş olacaq. Deməli, bu olur mənim V'-in istiqaməti. V' belə. Böyük impuls hansı tərəfə yönəlirsə, yekun sistem həmin tərəfə gedir. Bunu qəti şəkildə unutmuruq. Bura mən onu qeyd olaraq da yazacağım. Cisimlər əks istiqamətli hərəkət etdikdə plastiki toqquşmadan sonra buna çox diqqətli oluruq. Sistem böyük impulslu cismin hərəkəti istiqamətində hərəkət edir.
Bu cümlə biraz hərəkət istiqamətində hərəkət edir. Biraz qəribə oldu. Hərəkət edir. Amma reallıq belədir. İndi bunu bir neçə vəziyyətdə göstərəcəyik. Məsələn, tutaq ki, gəlin bir dənə sistem göstərək. Tutaq ki, bu formada bir kürəciklər göstərək. Bu birinci cisim olsun. Bu ikinci cisim olsun. Bunlar sonra qeyri-elastiki toqquşmuş vəziyyət olsun. İndi baxaq görək, bir dənə də digər bir vəziyyət göstərək burada. Bu birinci cisim. Bu ikinci cisim. Bu da toqquşmuş vəziyyət. Aha. Bunun kütləsinə M1 deyək. Birincinin kütləsinə M1. M1-ə M deyək, gəlin. Elə birbaşa M deyim. Sürətinə isə gəlin istəyirsiniz bir dənə deyək V. Digərinin kütləsinə 2M deyək, sürətinə də yenə də V deyək. Deyirəm ki, bu cisimlər toqquşduqdan sonra hansı tərəfə gedir? Deyirsən, birinci növbədə ümumi kütlə olur 2M plus M qədər, yəni 3M qədər. Sistem gedir sol tərəfə. V iştirik. Niyə sol tərəfə? Çünki başlanğıcda bu cismin impulsu daha böyükdür. Ona görə də sistem böyük impulslu tərəfə gedəcək. Yəni, bunun istiqaməti olacaq sola. Yaxşı, tutaq ki, 2M kütləli cisim V sürəti ilə gəlib, M kütləli cisim də belə bir V sürəti ilə gəlib. İndi sistem hara gedəcək? Yenə də ümumi kütlə M plus 2M plus M olacaq. Sistem gedəcək sağa. Niyə sağa gedəcək? Sağa getməyinin səbəbi ondan ibarətdir ki, sağa yönəlmiş impuls daha böyükdür. Hansı impuls çoxdursa, sistem həmin tərəfə gedir. Yaxşı, bəs indi deyəcəyimiz versiya olsa nə olar? Məsələn, tutaq ki, yenə də qarşı-qarşı hərəkət edən cisimlər göstərilib. Bu formada toqquşdular, tutaq ki, plastiki toqquşublar. Görək bu cisimlərin sürət və kütlələri bəlli olduqdan sonra bunların son sürəti necə olacaq? Hər ikisi M, sürəti də V olsun. Deyirəm, bunlar toqquşduqdan sonra necə və hansı tərəfə hərəkət edir? Ümumi kütlə M plus M olacaq. Son sürət haqqında heç bir məlumatım yoxdur. İmpulsun saxlanma qanunu yazıram. Birinci üçün yazıram MV çıxılsın MV bərabərdir. M plus M eləyir 2M vur V iştirik. 0 bərabərdir. 2M vurulsun V iştirik. Gördüyünüz kimi kütlə heç vaxt 0 ola bilmədiyinə görə deməli sürət 0-dır. Başqa sözlə deyirsən ki, əgər impulslar eynidirsə, toqquşmadan sonra yekun sürət 0 olur. Bax, əks istiqamətdə hərəkət zamanı impulslar eyni olduqda toqquşma sonrası cisimlər dayanır. Vəssalam, bitdi məsələmiz. Bax, bu olur bizim qeyri-elastiki, yəni plastiki toqquşmamız. Bundan sonra keçirik növbəti məsələmizə. Bax, sürətlər eyni olduqda yox ha, bura diqqətli olun. İmpulslar eyni olduqda cisimlər dayanır. Yəni, sürətin eyni olmağın məsələyə dəxlisi yoxdur. Əsas məsələ odur ki, impulslar eyni olsun. İndi isə keçirik növbəti məsələmizə. Növbəti məsələmiz nədir? Biz deməli, impuls dəyişməsi mövzusu bundan qabaqki başlığı idi, düzdür, bunu demişdik. Deməli, orada impuls dəyişmələri var idi çevrə üzrə hərəkətdə, 2/1 periodda, 4/3 periodda, tam periodda. Ya da ki, bu heç bunu bura deməyəcəm. Qoy qalsın bu burada. Impuls mövzusunun içərisində onsuz da ona toxunmuşuq. Bir də burada onu təkrarlamaq istəmirəm. Sadəcə mən nəzəriyyədə onu bura qeyd eləmişəm, yəni 65-ci səhifəyə qeyd eləmişəm. Ona görə istəyirəm bir dənə tez onun üstündən keçim. Deməli, çevrə üzrə hərəkətdə impuls dəyişmələri. Çevrə üzrə bərabər sürətli hərəkətdə impuls dəyişmələri. Səhifə 65-in sonundan danışırıq hal-hazırda.
Deməli, çevrə üzrə hərəkətli impuls dəyişmələri sürət dəyişmələri ilə eyni qaydadaydı. Deməli, tez-tez bir neçə dənə çevrə qeyd eləyək bu formada. Sonra səliqəsiz oldu. Bir dənə də bura çəkək. Başladıq. Deməli, impuls dəyişmələrini biz 4/1 period, 2/1 period, 4/3 period bu formatlarda baxırdıq. Bunları qeyd eləyək. Görək impuls dəyişmələri necə olacaq. Çevrə üzrə hərəkətdə sürət dəyişmələri deyilib, onunla tam olaraq eyni qaydadadır. 1. T bərabərdir 4/1 period ərzində və ya 4/5 period eyni şeylərdir. Bu zaman impuls dəyişməsi nəyə bərabərdir? Deməli, burada impulsun istiqaməti bu cür yönəlir, burada isə aşağı yönəlir 4/1 period ərzində. Bu zaman delta P bərabərdir. Bunu özünə paralel bura köçürdə bilərəm. P vektorunu və delta P vektorunu çəkə bilərəm. Bu formada delta P və ədədi qiyməti P kökdə 2 olacaq. Yəni MV kökdə 2 olacaq. Bu vektorial fərq qaydasına görədir. Çox üzərində dayanmayacağım. Keçirik ikinci məsələmizə. C bərabərdir 2/1 period və yaxud da 2/3 period. Deməli, burada P-nin istiqaməti sağa yönəlir, burada isə istiqaməti sola yönəlir. Və biz delta P-ni təyin etsək, delta P bərabərdir 2P-yə və ya 2MV olmuş olacaq. Təkrar vurğulayıram ki, bu vektorlar bölməsində keçilib. Ona görə də mövzumuz, yəni həmin məsələnin niyə 2P, 2MV və yaxud da P kök 2 olduğunun üzərində çox dayanmayacağım. Gəlin indi baxaq görək. T bərabərdir 4/3 periodda və yaxud da 4/7 periodda eyni şeylərdir. Deməli, burada impuls dəyişməsi bu qaydada yönəlir. Burada isə impuls dəyişməsi bu qaydada yönəlir. Yenə biz nə etməliyik? Bunu özünə paralel köçürtməliyik bura. Bunu özünə paralel bura köçürtməliyik. Və yekun istiqaməti çəkməliyik bu formada delta P. Təbii ki, ehtiyac yoxdur buna. Bizə sadəcə ədədi qiymətini soruşur onsuz. Delta P bərabərdir 4/1 ilə eyni şeydir. P kök 2-dir. Yəni MV kökdə 2-dir. Sonra növbəti məsələmiz tam perioda baxırıq. Tam periodda vektorlar üst-üstə düşür. Ona görə də biz T, 2T, 3T fərqi yoxdur. Misillərdə, yəni tam periodun misillərində delta P-yə 0 deyirik. Bundan başqa bir halımız da var. P impuls vektoru və burada 60 dərəcə bucaq olan bir hal var idi. Yadımıza gəlirsə biz bunu çevrədə demişik. Və bu zaman sürət dəyişməsi delta P-nin istiqamətini çəkirəm belə. P vektorunu və bunu da bura özünə paralel sürüşdürəcəm belə. Buradakı bucaq 60 dərəcə olur və bu zaman delta P vektoru elə bərabər yanlı üçbucağa görə P-nin özünə bərabər olacaq. Yəni T bərabərdir 6/1 period halında delta P-miz P-nin özünə, yəni MV-nin özünə bərabər olur. Bu məsələnin üzərində çox dayanmadım. Yəni niyə 60 dərəcələr olur deyə. Çünki buna çevrə üzrə hərəkətdə ətraflı yer ayırmışıq. Bizə lazım olası məsələ hal-hazırda nədir? Deməli, 4/1 ilə 4/1 periodda kök 2 iləndir. 1-də 4/3 periodda kök 2 iləndir. 2/1 periodda 2MV deyirsən, yəni 2P deyirsən. Tam periodda və misillərində 0-dır. 6/1 xüsusi halda dimdə ümumiyyətlə yoxdur bu hal. MV-dir və salam. Bitdi məsələmiz. İndi növbəti bir məsələyə baxasıyıq. Bu çox önəmli məsələdir. Bura biraz diqqətli olaq. Deməli, burada mərmilərin partlamasına baxasıyıq. Mərmilər partlayanda necə hərəkət eləyir, nə eləyir, onlardan baxırıq. Mərmilərin daxili partlaması. Daxili partlaması. Görək bu nə anlama gəlir. Gəlin biz bir dənə mərmi götürək. Bir dənə hər hansı bir mərmi götürək bu formada. Başlanğıcda bu mərminin sürətinə 0 deyək. Yəni başlanğıc halda V0-na 0 deyək.
sükunət halında olan bir mərmimiz var. Bu formada daxildən partlayır. Partlayan kimi 2 dənə qəlpə ayrılır. Qəlpələrdən biri tutaq ki, gedir belə. P1. Deyir, ikinci qəlpə hansı istiqamətdə gedəcək? İkinci qəlpə sola getməlidir, P2. P1-ə mən M1V1 desəm, P2-yə də M2V2 desəm, yaxşı görək niyə sola getməlidir? Yəni sağa getsin də, imeni niyə sola gedir? Gəlin bir dənə x ox götürək. Baxırıq ki, əvvəldə, bax, impulsun saxlanma qanunu deyir ki, sistemin əvvəlki impulsu sistemin sonraki impulsuna bərabər olmalıdır. Əvvəl görürsünüz, sürət sıfırdır. Ona görə əvvəlki impuls sıfırdır. Yazıram, sıfır bərabərdir. Birincinin impulsu nədir? Müsbət. Çünki x oxu ilə eyni istiqamətdədir. Yazıram, M1V1 plus ikincinin impulsu nədir? Mənfi. Niyə? Çünki x oxunun əksinədir. Mənfi M2V2. Və buradan belə bir nəticə alıram ki, M1V1 bərabərdir M2V2. Gördüyünüz kimi, impulsun saxlanma qanununa görə partlamadan sonra impulsların ədədi qiymətləri eyni olmalıdır qəlpələrin və istiqamətləri əks olmalıdır. Ədədi qiymətlər eyni, istiqamətlər əks. Biz belə bir söz görəsiyik. Baxın bura. Qarşılıqlı təsir. Qarşılıqlı təsirdə olan hissəciklər görəsiyik. Bu sözü görən kimi sən P1 bərabərdir, P2 şərtini götürüb ora qoymalısan, mütləq. Başqa bir versiyası yoxdur. Bu belə. Niyəsini bu dəqiqə göstərdik ki, niyə qəlpələrin istiqaməti verilən formatda olur. Məsələn, tutaq ki, deyə bilərsən ki, bir qəlpə götürərəm. Qəlpə biraz fərqli partlayar. Məsələn, belə. Tutaq ki, bu cür partlayır. Onda yenə də tutaq ki, trayektoriyanın ən yüksək nöqtəsində partlayır. Məsələn, bir qəlpə var, atıbsan yuxarı, gedir ən yuxarı nöqtədə partlayır. Ən yuxarı nöqtədə sürətimiz sıfırdır da. Orada partlayırsa, deməli, impulslardan biri gedir, tutaq ki, belə P1 impulsu. O birisi isə gedir əksinə. Buna deyək P2 impulsu. İndi Y oxunu yuxarı yönəltsə, yenə bayaqki formatdan eyni şey alasıyıq. Yəni, biz deyəcəyik ki, birinci impulsla ikinci impuls eynidir. Başqa sözlə M1V1 ilə M2V2 eynidir. Biz qurtardıq. İstiqamətləri bu qayda deyəsiniz. Sonra, yaxşı, ola bilər ki, bizdə bir impuls olsun, bir mərmi olsun, 3 dənə qəlpəyə ayrılsın. Yaxşı, 3 qəlpəyə ayrılanda nə edəsiyik? Gəlin ona baxaq. Deməli, bir dənə götürək belə bir mərmini. Bunu 3 qəlpəyə ayıraq. Deməli, qəlpələrdən biri belə olsun, biri belə olsun, biri isə bu cür olsun. Qəlpələrdən biri belə getsin. Buna deyək P1. Digər qəlpə getsin belə. Buna deyək P2. Məsələn, bunları sənə verib. Məsələn, şərtində burada 90 dərəcə verib. Deyir, bəs 3-cü qəlpə hansı tərəfə getməlidir? Bu sistemin yenə başlanğıcdakı sürəti sıfırdır deyə, sistemin son sürətidir, son impulsu da sıfır olmalıdır, başlanğıc impuls sıfır olduğu üçün. Ona ötürü nə etmək lazımdır? Birinci növbədə biz bu P1, P2 vektorlarının əvəzləyici vektorunun istiqamətini çəkirik, yönəlir belə. Bax, bura diqqətli olaq, bunun əvəzləyicisi budur. Onda mən 3-cü P3 vektorunu bunun əksinə qoymalıyam ki, sıfırlaya bilsin. Bax, təkrar edirəm, bunların əvəzləyicisi budur, mən əksinə qoymalıyam ki, sıfırlaya bilsin. Deməli, 3-cünün istiqaməti belə olmalıdır. P3. Niyə? Çünki o ikisini sıfırlasın deyə. Vəssalam. Deməli, 3-cü qəlpənin istiqaməti belə gedəcək. Yaxşı, deyə bilərsən ki, bəs mən o ədədi qiyməti necə tapım? Mən bu istiqaməti tapa bilirəm. Necə tapa bilirəm? Kök altında P1 kvadrat üstə gəl P2 kvadrat. Onda mənim P3-ümün də ədədi qiyməti ilə kök altında P1 kvadratı plus P2 kvadrat olur. Düz, mən buna toxundum, amma dimdə belə testlər yoxdur, bu biraz dərinlikləridir. Sonra növbəti məsələyə baxırıq. Hal-hazırda mən dimin 18-ci testinə toxunmaq istəyirəm. Təzə test bankındakı. Çox gözəl bir test tipidir. Onu izahının içində araşdırmaq istəyirəm. Çünki bəzi uşaqlar var, test izahını dinləmirlər. O da sonra sıxıntı olur.
Bu test çox önəmli testdir. Dəfələrlə uşaqlara izah olunur, amma yenə də sıxıntı yaradır. Deməli, bizdə deyir ki, bir dənə 4M kütləli cisim var. Bu 4M kütləli cisim müəyyən hündürlüyə gəlib çatır və partlayır. Partlayıb 3 dənə qəlpə ayrılır bu formada. 3 dənə qəlpələr ayrıldı. Belə. Bu qəlpələrdən ikisinin hərəkət istiqamətini və sürətini verib, digərinin kimi verməyib. Gəlin bir dənə yuxarıya doğru, şaqul yuxarı bir Y oxu yönəldək. Niyə Y oxu yönəltdik? O məsələyə bir toxunaq. Çünki hərəkət şaqul yuxarıdır. Yəni atılma şaqul yuxarıdır, ona görə biz bu prosesə X oxuna da baxasıyıq. V0 bərabərdir 30 ilə cismi atmışıq. Cismin kütləsi deyir 4M qədərdir. Atdım, bura gəldi. Deyir ki, T bərabərdir 2 saniyə sonra cisim partlayır. 2 saniyə sonra bu cismin sürətini tapasıyıq ilk öncə. V bərabər olur. Bu tərəfdən yazıram kənardan. Önəmli məsələ deyil. Şaqul yuxarı atılmış cismin sürət ifadəsini yazırıq. V0 çıxılsın JT. Yəni V0'mız 30 çıxılsın 10 vur 2. Bura eləyir 10. Deməli, cismin partlayan andakı sürəti olub 10 metr böl saniyə. Çox gözəl. İndi baxaq görək, kütləsi də 4M-dir də. Kütləsini yazıram 4 dənə M. Sonra artıq burada bizə müəyyən bir məsələləri verəcək. Məsələn, tutaq ki, bizə deyir ki, M1 kütləli qəlpənin kütləsi M-dir və sürəti V1 bərabərdir, məsələn 2V-dir. M2 qəlpəsinin kütləsi 2M-dir, sürəti V2 bərabərdir V-dir. Deyir, bu M3 bərabərdir M kütləli qəlpə hara gedir və neçə ilə gedir? Hara gedir və neçə ilə gedir? Baxırıq. Deməli, bizim qaydamız belədir ki, biz əvvəlcə sistemin impulsunu, yəni söhbət Y oxundan gedir, bərabər eləyək sistemin sonrakı impulsuna. Biz sistemin impulsunun tapılmasını impuls mövzusunda öyrənmişik. Demişik ki, verilən cisimlərin impulslarını verilən oxu üzrə proyeksiyala. Baxın buna. Bax, bu 4M kütləli başlanğıcdakı cisimə. Bu cisim Y oxu ilə eyni istiqamətdədir. Oxlar eyni istiqamətli olduqda onun proyeksiyası müsbət olur. Onda sən yazırsan ki, 4M vurulsun V, yəni lap tam açıq şəkildə yazın. V bərabərdir. Sistemin sonrakı impulsu yazıram. M1 V1 plus M2 V2 plus M3 V3. İndi başlayaq artıq biraz beynimizi işlətməyə. Bax, V-nin qiyməti 10-dur. Gətirib qoyuram burada yerinə. Olur 4M vurulsun 10 bərabərdir. İndi bura çox-çox diqqətli oluruq. Bax, V1 vektoru Y oxuna perpendikulyar yönəlib. Bax, bu vektor bu oxa perpendikulyardır. Bilirdik ki, vektor oxa perpendikulyardırsa proyeksiyası 0-dır. Deməli, mən bunun yerinə yazacağım 0. Plus. Baxın, V2 vektoru da Y oxuna perpendikulyardır. Bunun da proyeksiyası 0-dır. Plus bir dənə də 0. Bunun yerinə yazdım. Plus M3 V3. Bura olur mənim üçün 40M bərabərdir. M3 kütləsi ilə M-in özünə bərabərdir. Yazıram M V3. M-ləri ixtisar edirəm. V3-ə tapıram 40. Gördüyümüz kimi aldığımız rəqəm müsbətdir. Vektorun proyeksiyası nə vaxt müsbət olurdu? Verilən oxla eyni istiqamətli olduqda. Deməli, cisim Y oxu ilə eyni tərəfə gedir və 40-la. Üçüncü qəlpə 40 metr böl saniyə sürətlə şaquli yuxarı istiqamətdə hərəkət etmiş olacaq. Bu qədər. Yaxşı, gəlin indi biz bu prosesə bir dənə də X oxu üzrə baxaq. Yəni, bilək ki, biz bunu niyə X oxu üzrə buna baxmadıq? Gəlin indi bir dənə X oxu yönəldək. Bu olsun bizim X oxumuz. X oxu üzrə prosesə baxaq. Yenə nə yazmalıyam? Yazmalıyam ki, sistemin əvvəlki impulsu
x oxu üzrə, yəni yazıram P sistem x oxu üzrə bərabərdir P sistem x oxu üzrə sonrakı qiymət. Əvvəlki qiymətə baxırıq. Deməli, əvvəl bir şeyə diqqətli olun ki, bu partlamamışdan öncə bu vektor bu x oxuna perpendikulyar yönəlib. Bax, perpendikulyar. Perpendikulyar yönəlmək nə deməkdir? Bunun proyeksiyası sıfırdır deməkdir. Onda mən yazacağım əvvəlki halda, tam açıq aydın yazsam, yazıram. 4m vurulsun v bərabərdir. m1 v1 plus m2 v2 plus m3 v3. Başladıq. Birinci halda proyeksiya 0. Yazıram 0 bərabərdir. M1. Baxın bura. M1 x oxunun əksinədir. Onda proyeksiyası mənfi olacaq. Yazıram mənfi m vur 2v. Sonra plus M2-yə baxın. X oxu ilə eyni istiqamətlidir. Deməli, proyeksiyası müsbətdir. Kütləsi 2m, sürəti isə v. Plus 3-cünün kütləsi m, v3-ü də bilmirəm. İndi baxaq. Baxın, burada bu ilə bu bir-birini islah eləyir. Nə alıram? Alıram 0 bərabərdir. M v3, buradan da belə çıxır ki, v3 0-dır. Deməli, x oxu üzrə proyeksiya 0-dır. Biz onsuz da bayaq bunu əldə elədik də. Cisim şaqul yuxarı getdiyinə görə bunun x oxu üzrə proyeksiyası 0 olacaq. Biz bu məsələni tam incə detallarına kimi baxmış olduq. Gəlin bir neçə dənə də bir məsələyə də toxunaq. Ondan sonra testlər üzərinə baxa bilərik. Tutaq ki, bizdə bir cisim var. Məsələn, bir kürəcik belədir, bir kürəcik də belədir. Bu kürəciklər hərəkət eləyir müəyyən sürətlərlə. Biz bunun hərəkət trayektoriyasını dən çəkək. Belə. Buradakı bucaqda 90 dərəcə deyək. Deyir ki, bu m kütləli cisim v sürəti ilə hərəkət eləyir. Bu m kütləli cisim isə 2v sürəti ilə hərəkət eləyir. Bu cisimlər toqquşduqdan sonra hansı istiqamətə gedər? Nə edirik uşaqlar? Deməli, bax, bu nöqtədə aşağıya doğru bir şey bir dənə deyim. Biz bunun bir neçə dənə versiyasına baxasıyıq. Gəlin bu deməli neyniyək? Bir neçə dənə kopyasını ayıraq. Belə kopyasını 2 dənə ayıraq. Sonra bir dənə də kopyasını ayıraq. Bax, indi bizə lazım olacaq. Başladıq. Birinci şəkilə başlayırıq. Bax, burada MV vektoru aşağı çəkdim. Bu mənim olsun MV vektoru. Bir dənə də 2MV vektoru var. Bunun böyüklüyünü MV-dən 2 dəfə çox çəkməliyim. Buna çəkirəm 2MV. Deyirəm, bunların əvəzləyicisi haradır? Deyirsən, bax, bunun əvəzləyicisi bu istiqamətdədir. Sistem belə hərəkət edəcək. V-si belədir. Yazıram bura hərəkət. Yekun hərəkət bu tərəfə. Təbii ki, qeyri-elastiki toqquşurlar, birləşib bir yerdə gedirlər. İndi gəlin baxaq. Mən bunun sürətinə m, kütləsinə m, sürətinə v dedim də. Gəlin indi bunun sürətini 2v eləyək. Hər ikisinin sürəti olsun 2v. Onda aşağıya doğru yönələn sürət vektorunun böyüklüyü olacaq 2mv. Sağa yönələnin də böyüklüyü olacaq 2mv. Bunların əvəzləyicisini tapaq. Bunların əvəzləyicisi yönələcək bu istiqamətdə. Belə. Bu bizim hərəkətimiz. Hərəkət. Yaxşı, bəs fərqli olsa nə olardı? Məsələn, tutaq ki, bura deməli m vurulsun 2v sürəti ilə bu gəlir. M vurulsun v sürəti ilə bu gəlir. Onda sağa olan vektorun böyüklüyü, buna mv deyək. Aşağı olan vektorun böyüklüyü, buna da 2mv deyək. Və burada bizim əvəzləyicimiz. Çəkirəm bunu bu istiqamətdə aşağıya. Bu oldu mənim hərəkət istiqamətim.
Göründüyü kimi sürət, yəni impulsların ədədi qiymətinin fərqliliyi artıq toqquşub, yəni qeyri-elastiki toqquşmadan sonra, plastiki toqquşmadan sonra cisimlərin hərəkət istiqamətlərinə təsir eləmiş olacaq. Belə. İndi testlər üzərində baxaq bir neçə məsələyə. Deməli, biz geriyə qayıtmalıyıq. Bir saniyə. Deməli, uşaqlar, biz çalışdıq ki, toqquşmaları da belə deyək, hər bir incə detalına qədər buna toxundum. Artıq ola bilməz ki, dinlədiksə test sayı onsuz da azdır. Orada eləyə bilməyəcəyimiz bir test yoxdur. Mən çalışdım biraz da ətraflı toxunum ki, yəni digər test tiplərini də, güvən tipli testləri də həll eləyə biləsiniz. Amma təbii ki, siz dimi ideal şəkildə həll eləyə bilirsinizsə, bu qəbul üçün yetərlidir. Yəni artıq güvən işləməyə ehtiyac yoxdur. Bir saniyə. Mən tapım bu hissəni. Toqquşmalar hissəsini impulsa çatdıq. Aha, bu impulsun saxlanması qanunu. Uşaqlar, 1-ə toxunmayacağım. Yəni, birbaşa nəzəriyyədir bu heç. 3. Bayaq bunu dedim mən. Əgər harda qarşılıqlı təsir qapalı sistem sözü varsa, görürsünüz başlanğıcda sürətlər 0-dır. Bu o deməkdir ki, partlamamışdan qabaq sistemin impulsu 0 olub. Partladıqdan sonra biri yuxarı gedirsə, biri isə aşağı getməlidir. Yəni, cavabın 3 olacaq. Səbəbini nəzəriyyədə çox ətraflı dedim. Qapalı sistem sözü varsa, mən bayaq dedim ki, P1 bərabərdir, P2 şərti mütləq ödənməlidir. Demək olar ki, uşaqlar, burada ki, testlərin hamısını toxunmuşam mən izah elədikcə. 7-yə baxırıq. 7-də görürsünüz ki, kütlələri və sürətləri məlum olan cisimlər qeyri-elastiki toqquşurlar. Qeyri-elastiki nə demək idi? Deməli, bunlar birləşiblər və bir yerdə hərəkət ediblər. Yaxşı, hansı tərəfə hərəkət ediblər, ona baxasıq. Ümumi kütlə olacaq 3m qədər. Biz dedik ki, hərəkət istiqaməti əvvəlki impulsdan asılıdır. Məsələn, baxırsan ki, bunun impulsu sağa 4mv-dir, bunun impulsu isə mv-dir. Deməli, onda böyük impuls tərəfə qısası cisimlər sağa hərəkət edəcək. Əvvəlki impulsu yazırıq. 2m vur 2v. Artıq, bax, görürsünüz, belə bir x ox yönəltsəm, minus yazmalıyam mv bərabərdir 3m vur v ştrix. Bura eləyir 3mv bərabərdir 3mv ştrix. Elə v ştrixin də v olduğunu tapırsan. İstiqaməti isə sağ tərəfə olmuş olacaq. 9. Birincinin impulsu mv plus ikincinki 0 bərabərdir. Toqquşurlar bir yerdə gedirlər. Ümumi kütlə m plus m olur 2 dənə m vur v ştrix. Və buradan v ştrixi tapırsan olur v bölünsün 2. İstiqamət har olacaq? Təbii ki, başlanğıcda böyük impuls sağa olduğuna görə istiqamət sağa olacaq. V bölü 2 sürəti ilə sağa doğru hərəkət eləyəcək. Qeyri-elastiki toqquşduqdan sonra, baxın, bunun impulsu nə qədərdir? 3mv. Bunun impulsu nə qədərdir? 3mv. Çıxılsın bərabərdir. 4mv ştrix. Yəni 3m bu, m bu. 4mv ştrix. Görürsünüz, buradan v ştrixə 0 qalır. Bayaq demişdim, əgər impulslar eynidirsə, qarşı-qarşıya hərəkət zamanı toqquşmadan sonra cisimlər dayanır. 13. Qəlpələrdən biri deyir, bir istiqamət üzrə hərəkət eləyirsə, digər qəlpə hansı tərəfə gedəcək? Biri yuxarı gedirsə, təbii ki, o birisi aşağı getməlidir, bir-birini sıfırlamaq üçün. Sonra gəldik bura. Partlayış anında qəlpələrdən birincisinin sürətinin modulu v olarsa, ikincisinin sürətinin modulu nəyə bərabərdir? Biz nə dedik? Trayektoriyanın ən yuxarı nöqtəsində parçalanma olubsa, deməli, impulslarımız eyni olub partladıqdan sonra. Başqa sözlə, m1 v1, m2 v2-yə bərabər olub. Yəni, nə deməkdir? M vurulsun v, çünki birincinin sürətinə v deyib, bərabərdir 3m vurulsun v2. Bunları ixtisar eləyirsən, v2-yə v bölü 3 alırsan. Все, qutardıq.
Başqa sözlə, yəni buranın sürəti v-dirsə, 3mv, burada da 3mv alınmalıdır. Yox, üzrlü sayın. Buranın sürəti v-dirsə, mv-dirsə, burada da 3m-i nəyəsə vurmalısan ki, mv alınsın. Ona görə v bölü 3-ə vurursan. Əssalam. Uşaqlar, açar sözlərə baxmıram. Söz yığınıdır. 17-ni bayaq izah eləmişəm. Bunun üzərində dayanmayacağım. Biri belə gedəndə, biri belə gedəndə, o birisi 3 istiqamətində getməlidir. Niyəsini bayaq izah eləmişəm. 18-in üzərində çox ətraflı dayandım, izah elədim. 19. Bu da elə bir problemli bir məsələ deyil, toqquşmalara aid bir şeydir. Deməli, M1 kütləli cismin M1 vur 3V plus, çünki x oxun belə yönəltsək, ikincinin də proyeksiyası müsbətdir. MV bərabərdir. Gördüyümüz kimi ümumi kütlə M1 plus M olacaq. Yazıram M1 plus M vurulsun 2,5V. Buradan bunun riyaziyyatını həll eləmək lazımdır. Riyaziyyatını həll elədikdən sonra mən sizin yerinizdə olsam bu V-ləri hər tərəfdən atardım. Sonra da vurub açardım. 3M1 plus M bərabərdir 2,5 M1 plus 2,5 M deyərdim. Bunu sola, deməli, bunu bu tərəfə minusla, bunu isə bu tərəfə minusla atdıqda və alardım ki, 0,5 M1 bərabərdir 1,5 M. M1 də eləyir 3M. Deməli, 3M olmuş olacaq cavabımız. Uşaqlar, 20-nin üzərində çox ətraflı şəkildə dayandım. Bitdi. Bu məsələmiz belə. Bu bizim toqquşmalarımız idi. Ən incə ayrıntısına qədər toqquşmalar haqqında danışdıq.